Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu Ceyranbatan qəsəbəsində küçə itləri qadına hücum edib və onu ağır yaralayıb. Həmin vaxt qadının yanında olan azyaşlı nəvəsi qaçaraq itin hücumundan xilas ola bilib. Qadın isə xəstəxanaya çatdırılıb. Yoldaşımız oradan evdən çıxıb mağazına gəlirdi nəvi ilə. Gələndə it kimi. Ötən gün yaşlı qadın qəfildən küçə itinin hücumuna məruz qalıb. Bu hadisədən xəbərsiz azyaşlılarsa hadisə yerində sürü halında gəzən küçə itləri ilə oynamaqdan belə çəkinmirlər. Çox qəşəngdir. Görüntülər Abşeron rayonu Ceyranbatan qəsəbəsindəndir. Zibil ata bilmir burada. Hamısı itin qorxusundan. Zibilxanalar itinə doludur. Hardan çıxdı bilməm, ancaq onu bildim ki, onu gördüm ki, itin hücum eləməsin. Mən qışqıraq kişi gəldim, iti qovdum, çıxdı getdim. Təəssüf ki, Ceyranbatan qəsəbəsində sahibsiz itlərin sayı hər ötən gün artmaqdadır. Son bir neçə ay ərzində küçə itləri tərəfindən hücuma məruz qalansa, təkcə 60 yaşlı Rəfiqə Hüseynova deyil. Xəstəxanalı olanlar içərisində yaşlılarla yanaşı azyaşlı uşaqlar da var. İt görəndə biz qorxuruq. İt doludur da burada, itin əlindən də vermək olmur. Mənim özümü də şəxsən işləyib it. Nə qədər uşaqları buradan keçəndə qorumuşam ki, itdən. Bu itlərin dəyəncam çəksinlər. Hazırda xəsarət alan yaralı həkim nəzarətində olmaqla yanaşı ambulator müalicə də alır. Sakinlər deyir ki, küçə itləri daha çox məişət tullantıları yığılan ərazilərdə çoxluq təşkil edir. Bəs aidiyyəti qurumlar son günlər Ceyranbatanda insanları qorxu içərisində saxlayan küçə itləri ilə bağlı hansı tədbir görüblər? Bu ərazidə sahibsiz küçə itlərinin insanlara yaratdığı təhlükəni və hətta demək olar ki, insanları, sakinləri təhlükə altında saxlamasını elə hər binanın qarşısında, hər blokda itlərin sayının çox olması ilə də bilmək mümkündür. Sakinlər itlərin zərərsizləşdirilmədiyini, yəni onlara quduzlu əleyhinə peyvənd olunmadığını deyir. Ancaq aidiyyəti qurumlar isə mütəmadi olaraq sahibsiz küçə itlərinə qarşı profilaktik tədbirlərin aparıldığını deyir. Hətta bu əraziyə digər kənd və qəsəbələrdən də sahibsiz küçə itləri gecə saatlarında əraziyə gətirib buraxılır. Bələdiyyə tərəfdən ərizə gəldi. Bir itlərə görə tədbir gətirib dərman atdılar bura. Ki, nəyə görə itlər yesin, quduzluq əmələ gəlməsin. Həmən dərmandır. Deyib, bax da burada. Hansı it yeməyib onu? Hansı tapıb yeyib, hansı yeməyibsə qalıb. Bu qəsəbədə az qala hər küçədə itlər sürü halında gəzir. Sakinlər itlərin hücum qorxusundan nəinki gecələri, hətta gündüzlər belə sərbəst halda evdən çölə çıxa bilmirlər. Elə bil ki, bu qəsəbəyə aiddir, ancaq itləri bura tökmək üçün. Ceyranbatan Bələdiyyəsi və ərazi nümayəndəliyindən bildirildi ki, sahibsiz itlərin başqa ərazilərə daşınması hələ ki mümkünsüzdür. Yalnız sahibsiz itlərlə bağlı səlahiyyətləri daxilində profilaktik tədbirlərin görülməsi və küçə itlərinin baytarlıq əməkdaşları tərəfindən peyvəndlənməsi işləri həyata keçirilir. Bilən kimi hadisəni bilən kimi müraciət elədik Abşeron rayon baytarlıq idarəsinə. Gəldilər, vaksinləşmə tədbirləri keçirdilər. Ərazimizdə də hal-hazırda Abşeron rayonunda itlər üçün sığınacaq tikilir Çaylı qəsəbəsində. Ceyranbatan ərazisində demək olar ki, hər ay xüsusi olaraq nəzarət altındadır. Bu birbaşa itlərin peyvəndlənməsi ilə bağlı, onların sığınacağa yerləşdirilməsi ilə bağlı işlər aparılır. Hər ay demək olar ki, aidiyyəti qurumlar tərəfindən siyahı ilə bir ay müddətində bu ayda bir 100-ə yaxın it peyvəndlənmə işləri aparılıb icraata. Abşeron rayon İcra Hakimiyyətindən isə bildirildi ki, İcra Hakimiyyətinin müraciəti əsasında sahibsizlərlə qayğı mərkəzləri tərəfindən rayon ərazisində olan və ətraf mühit üçün təhlükə ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən yığılıb. Abşeron rayonunda sahibsiz heyvanlar üçün qayğı mərkəzinin yaradılması istiqamətində də işlər sənədləşmə mərhələsindədir. Rəşad Vəkiloğlu, Nadir Cəllov, Space xəbər.